Hər kəsə salam, kanalıma xoş gəlmisiniz əziz izləyicilərim. Bu gün mən sizlərə skuşonkalı, bişmiş skuşonka ilə piroq hazırlayacağam. Və mən bunu 3 dəfə də hazırlayırdım, amma sizi inandırım ki, həqiqətən dadı çox xoşuma gəldi. Çox dadlı və ləzzətli bir piroq alınır. Və açıq aydın sizinlə də bölüşəcəm hazırlanmasını. Elə isə başlayaq. İlk öncə çərək yağı götürürük, 140 qram, 400 qram un əlavə edirik. Mən 400 qramı bu şəkildə bu çaşka ilə bir ölçdüm. Və gördüyünüz kimi bu şəkildə yağı batırırıq onun hər tərəfinə və tyorkadan keçirdirik. Əgər sizdə yağ çox yumuşaqdırsa, onu əlinizlə də qarışdıra bilərsiniz, yəni xəmirinizi yoğura bilərsiniz. Mənim istifadə etdiyim yağ çox da yumuşaq olmadığı üçün bu şəkildə tyorkadan keçirdərək xəmirimi hazırlamağa davam edirəm. Gördüyünüz kimi artıq yağın tyorkadan keçirilmiş halını göstərirəm sizə. İkinci aşamada isə bir ədəd yumurta əlavə edirik üzərinə. Qabartma tozu 1 paket. Bir çaşka dolusu şəkər tozu və 2 xörək qaşığı da qatıq. Qatıq olmazsa xama da əlavə edə bilərsiniz. Və sonra isə bunları yaxşıca qarışdırırıq əlimizlə. Və ilk baxışda xəmiri qarışdırarkən elə bilərsiniz ki, yəni xəmir toparlanmayacaq, amma sizə elə gələcək. Bu şəkildə davam etsəz yoğurmağa, sonda çox gözəl bir xəmir əldə edəcəksiniz. Və gördüyünüz kimi xəmirim artıq hazırdır. 2 hissəyə biləcəm xəmiri. Çox az hissəsini üzəri üçün ayıracam, onu da buzluğa qoyacam. Bərkiməsi üçün. Çünki üzərinə tyorkadan keçirdəcəm həmən o xəmiri. Sizə də göstərəcəm, görəcəksiniz. Üstümüzə duru yağ əlavə edirik və hər tərəfini yağlayırıq. Xəmirimizi isə üzərinə yayırıq. Və xəmirimizi listə tam yaydıqdan sonra hər tərəfindən üzərinə 4 xörək qaşığı bişmiş skuşonka əlavə edirik və onu da xəmirimizin hər tərəfinə yayırıq bu şəkildə. Əgər istəyərsinizsə üzərinə skuşonkanı əvəz edən cem, mürəbbə və yaxud da belə şeylə əlavə edib də piroqunuzu tamamlaya bilərsiniz. Zövqə görə ağız dadına uyğun hazırlaya bilərsiniz. Və skuşonkamızı xəmirimizin hər tərəfinə yaydıqdan sonra soyuducuya qoyduğumuz xəmirimizi ayırmışdıq, çox az bir hissəsini. Onu tyorkadan keçirdirik xəmirimizin üzərinə bu şəkildə. Və ondan sonra öncədən qızdırmış olduğumuz 180 dərəcəlik sobada 35 dəqiqə ərzində piroqumuzu bişiririk. Çox dadlı və ləzzətli bir piroq alındı. Həqiqətən mən 2 dəfə bişirmiş olsam da tam istədiyim kimi alındı. Və öncədən qızdırdığımız sobamıza içərisinə yerləşdiririk piroqumuzu.
və 30-35 dəqiqə içərisində bişəcək. Hazır vəziyyətində sizlərlə bölüşəcəm. Bu arada mənə dəstək olan bütün izləyicilərimə də təşəkkür edirəm. Gözəl yorumların üstündə çox sağ olun. Kanalıma abunə olmayan izləyicilərdən də xahiş edirəm ki, kanalıma abunə olsunlar. Birlikdə böyüyək. Dəstək olan hər kəsə bir daha təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Belə əziz izləyicilərim, bu isə proqramımızın hazır vəziyyətidir. Sizlərlə bölüşdüm bunu da. Göz haqqınızda halal edin. Hazırlayan hər kəsə bir daha nuş olsun. İnşallah növbəti vloglarda görüşərik. Allah'a əmanət olun. Hələlik.